Salam, hər birinizi xoş gördük. Bugünkü mövzumuz daxili tənqidçi kimdir? Mövzuya keçmədən öncə kanala abunə olmağı, bəyənməyi, rəy yazmağı və videonu paylaşmağı unutmayın. Daxili tənqidçi, daxili tənqidçi sən özünsən. Niyə? Biz həmişə səhər, günorta, axşam, gecə yatarkən, çox vaxt fikir eləyəndə və hər hansısa baş vermiş hadisələr yadımıza düşəndə başlayırıq özümüzü tənqid eləməyə. Ki, sanki sənsən günahkar, mənəm günahkar, mən bunu belə eləməsəydim belə olmazdı. Kaş mən filan kəsi 2000 neçənci ildə tanımazdım. Tanıdım deyə mən artıq bədbəxt oldum. O mənim qarşıma çıxmasaydı, mən ona inanmasaydım, mən bugün burada olmazdım. Kaş filan kəslərin, kaş böyüklərin, kaş filan dostumun, filan padruqamın sözlərinə qulaq asardım. İndi mən burada olmazdım. Kimi? Duyğular, hisslər, düşüncələr, fikirlər sizin beyninizi daxildən yeyir. Yaxşı bir şeydirmi? Xeyr. Qətiyyən yaxşı bir şey deyil. Bu özünü günahlandırmaqdır, özünü daxildən tənqid eləməkdir. Bəli, bu harda yaranır? Bu sizin uşaqlığınızdan ta indiyənə qədər baş vermiş hər hansısa bir hadisədə sizin günahlandırılmağınızdır, sizin tənqid olunmağınızdır. Şuur altınıza atılan koddur. Ki, bu gün çıxış yolundan ancaq özünüzü tənqid eləməkdə görürsünüz. Bütün baş verən hadisədə özünüzü günahlandırırsınız. Halbuki sən günahsızsan, halbuki sən səhv etməyən birisən, nə eləmsən, yaxşı eləmsən, əcəb eləmsən, ən doğrunu eləmsən. Niyə? Çünki sən bir şeylər eləməklə yeni bir şeylər öyrənmirsən. Və bu sənin inkişafın üçündür. Sən bu işin bu tərəfini görməlisən. Sən durub düşünsən ki, mənim başıma gələn bu işin mənə faydası nədir? Sən inkişaf eləyəcəksən. Amma sən bunun sənə faydasının nə olduğunu düşünmürsən. Oturub düşünürsən ki, mən bunu belə eləməsəydim belə olardı, səhv məndədir. Hə, tamam da, yaxşı, səhv səndədir. Sonra nə dəyişdi? Dəyişən heç nə olmur. Dəyişən odur ki, sən bu düşüncələrlə psixoloji korluyursan, xəstəlik tapırsan, depressiyaya düşürsən, insanlardan uzaq olmağa çalışırsan. Yəni, bu da çıxış yolu, həll yolu deyil. Bunu həll etmək mümkündür? Bəli, şuuraltı terapiyalarla, psixoterapiyalarla bəli, mümkündür bunu həll eləmək. Tapılır, nə vaxt ilk dəfə bu hadisə baş verir və şəfalanma prosesi gedəndən sonra artıq sənin daxili tənqidi, özünü günahlandırmağı dayandırırsan. Amma bir şey unutmayın, yüksək frekanslı insanlar, özünü inkişaf etdirmək istəyən insanlar, ilahi şuura çatmaq istəyən insanların həmişə özünə verdiyi bir sual var. Bu hadisənin mənə faydası nədir? Xeyri nədir? Mən burada öyrəndiyim nə oldu? Və bunun mənə faydası nə oldu? Amma aşağı frekanslı insanlar, özünü inkişaf etdirmək istəməyən insanların isə bir dənə sualı olur. Bu mənim başıma niyə gəldi? Gəldi də. Sən elə hamı super, rahat, istədiyi kimi bir şey yaşamalıdır. Axı, sənin də öyrənməli olduğun, keçməli olduğun yollar var, dərslər var. Bəs bu dərsləri kim keçəcək? Kim oxuyacaq, kim hazırlaşacaq? Bir şeyi öyrənməsən, sən maşın sürmək istəyirsənsə, maşın sürməyi öyrənməlisən. Bu gedişat budur. Sən əgər bu gündən böyük miqdarda pul istəyirsənsə, o böyük miqdarda pulun xərclənmə qaydasını da bilməlisən. Yəni, bu gün hamı milyonçu olmaq istəyir, amma əlinə milyon gəzə başda havalanar. Heç bilməz onu necə xərcləsin. Ona görə daxildə sizi tənqid eləyən o səsi susturmağın vaxtıdır. Gəlin o səsi birlikdə susturaq. Kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın. Diqqətinizə görə təşəkkür edirəm.